Üçüncü fəsil. Problem haradan gəlir? Keçmişin mənə təsiri yoxdur. Beləliklə, sizinlə çoxlu misallara baxdıq və problem hesab etdiyimiz məsələləri ətraflı araşdırdıq. İndi isə mənim real hesab etdiyim problemlə məşğul olaq. Biz özümüzü kifayət qədər yaxşı hesab etmir və özümüzü sevmirik. Həyat problemlərin həllindən ibarətdir deyərək həyata baxarsaq, elə problemli həyatla da qarşılaşacağıq. Gəlin bu fikirlərin hardan gəldiyinə nəzər salaq. Necə olur ki, özünün və həyatının gözəlliyindən zövq alan bir körpə dəyərsiz, sevilməyən, problemlərlə yüklənmiş insana çevrilir. Özlərini sevən insanlarda isə bu sevgi getdikcə arta bilər. Qızıl gülə nəzər yetirin. Tumurcuq və qönçə olduğu vaxtdan axırıncı ləçəyi düşənə qədər o öz gözəlliyini saxlayır və dəyişir. Biz də beləyik. Daim mükəmməl, gözəl və dəyişkən. Düşüncəmiz, şuurumuz və biliyimizlə əlimizdən gələnin ən yaxşısını edirik. Əgər bu cür davam etsək, fikirlərimiz də dəyişəcək. Fikirlərin qaydaya salınması. İndi bugünə qədər bizi istiqamətləndirən inanclarımıza daha çox fikir vermək vaxtıdır. Bəzi xəstələr bu təmizləmə prosesini ağrılı hesab edirlər. Lakin belə olmamalıdır. Fikirlərimizi qaydaya salmazdan əvvəl orada nələrin olduğuna diqqət yetirməliyik. Bir otağı dib bucaqdan təmizləyərkən hər şeyi əlimizə alıb yoxlayırıq. Bəzi əşyalara qayğı ilə yanaşır, onların tozunu silib yeni gözəllik veririk. Bəzi əşyaların təmirə ehtiyacı olduğunu görür və bunu nəzərimizdə saxlayırıq. Sizə daha lazım olmayacaq əşyaların isə atılmaq vaxtıdır. Köhnə qəzet jurnalları, çirkli kağız boşqabları rahatlıqla zibil qutusuna ata bilərsiniz. Otağı təmizləmək üçün əsəbləşməyə ehtiyac yoxdur. Eyni qayda ilə düşüncələrimizi də təmizləyirik. Oradakı bəzi inancların atılmasına görə hirslənmək lazım deyil. Yeməkdən sonra qida qalıqlarını zibil qutusuna asanlıqla atdığınız kimi onları da atın. Siz bugün axşama yemək hazırlamaq üçün dünən atdığınız qida qalıqlarından nəsə götürərdinizmi? Eləcə də sabahki həyatınızı qurmaq üçün köhnə fikirlərinizi atdığınız zibilliyi eşələməyin. Sizə lazım olmayan fikri və ya inancı unudun. Bir şeyə inandınızsa, ömrünüz boyu ona inanmağa davam etməlisiniz, deyən yazılı bir qanun yoxdur. Gəlin, bəzi məhdud fikirlərə və onların hardan yarandığına nəzər salaq. Məhdud fikir. Mən kifayət qədər yaxşı deyiləm. Bu inanc hardan yaranıb? Həmişə onun səfeh olduğunu deyən atasının sayəsində. O, uğur qazanmasını və atasının onunla fəxr etməsini istədiyini deyirdi. Təəssüf ki, onunla günahkar kimi rəftar edilirdi. Bu da onda kin yaranmasına səbəb olur. Nəticədə uğursuzluqlarının ardı arası kəsilmirdi. Atasının onun üçün maliyyələşdirdiyi biznes layihələri də uğursuzluqla nəticələnirdi. O bu uğursuzluqlarına görə qisas alırdı. Atasını daim pul xərcləməyə məcbur edirdi. Əlbəttə, ən çox itirən isə onun elə özü idi. Məhdud inanc. Özünü sevməyi bacarmamaq. Bu inanc hardan yaranıb? Atasını razı salmaq istəyindən. Bir qadın xəstəm heç vaxt atasına oxşamaq istəmədiyini deyirdi. O atası ilə daim mübahisə edir və onlar heç vaxt ümumi bir fikrə gələ bilmirdilər. Qızın yeganə istəyi atası tərəfindən bəyənilmək olsa da, ondan həmişə tənqidi sözlər eşidirdi. Onun bütün bədəni ağrıyırdı. Eyni ağrılar atasında da var idi. Qız özünün və atasının ağrılarının səbəbinin qəzəb olduğunu başa düşə bilmirdi. Məhdud inanc. Həyat təhlükəlidir. Bu inanc hardan yaranıb? Qorxmuş atadan. Digər xəstənin gözündə isə həyat çox təhlükəli, qaranlıq və sərt idi. O güləndə bədbəxt hadisə baş verəcəyindən qorxduğu üçün gülə bilmirdi. Çünki onu gülmə, gülsən pis şeylər baş verəcək kimi sözlərlə qorxudaraq böyütmüşdülər. Məhdud inanc. Mən kifayət qədər yaxşı deyiləm. Bu inanc hardan yaranıb? Atılmaq və rədd edilmək qorxusundan. Onun üçün danışmaq çətin idi.
Susmaq onun həyat tərzinə çevrilmişdi. O narkotik və spirtli içkidən yenicə əl çəkmişdi və pis insan olduğuna inanırdı. Anası o uşaq ikən ölmüş və onu xalası böyütmüşdü. Xalası onunla yalnız tapşırıq verərkən danışarmış və buna görə də o sakitlikdə böyümüşdü. O hətta təkcə yemək yeyir və otağında günlərlə səssiz otururdu. Onun sevgilisi də dinc bir insan olub və onlar vaxtlarının çoxunu danışmadan keçiriblər. Sevgilisi öləndən sonra o yenə də tək qalıb. Tapşırıq, negativ ismarışlar. Növbəti tapşırığı yerinə yetirmək üçün böyük bir kağız parçası götürün. İndi isə valideynlərinizin dediyi çatışmayan cəhətlərinizin siyahısını tutun. Hansı negativ ismarış eşitmisiniz? Eşitdiklərin daha çoxunu tələsmədən xatırlamağa çalışın və özünüzə vaxt ayırın. Buna adətən 30 dəqiqə kifayət edir. Onlar pul, sizin bədən quruluşunuz, sevgi münasibətləriniz, yaradıcılıq qabiliyyətiniz haqqında nə deyirdilər? Onların sizə dediyi negativ fikirlər hansıları idi? Yazdıqlarınıza obyektiv şəkildə nəzər salmağa çalışın və öz-özünüzə deyin. Deməli, bu inam buradan gəlir. İndi gəlin ayrı bir vərəq götürək və daha dərinə gedək. Uşaq olarkən özünüz haqqında başqa hansı negativ fikirləri eşitmisiniz? Qohumlarınızdan, müəllimlərinizdən, dostlarınızdan, müdirlərinizdən və s. Onların hamısını yazın, tələsməyin. Yazarkən nə hiss etdiyinizə fikir verin. Bu iki vərəqdə yazdığınız fikirlərin hamısı sizin beyninizdən çıxarılmalıdır. Onlar sizə yalnız yaxşı deyilən fikrini təlqin edir. Bu qənaəti formalaşdırır. Özünü uşaq kimi təsəvvür etmək. Əgər 3 yaşlı uşağı evin ortasına qoyub hərəmiz bir tərəfdən onu danlasaq, onun səfeh olduğunu, heç nəyi düz etmədiyini, bunu belə etməlidir, onu elə etməməlidir desək, hər yeri dağıtdığını söyləsək, hətta bir-iki kötək də vursaq, uşaq ya qorxaraq sakitcə küncə sıxılacaq, ya da özünü çox pis aparacaq. O daim bu iki yoldan birini seçəcək və biz o körpənin həqiqətən də nəyə qadir olduğunu heç vaxt bilməyəcəyik. Əgər elə həmin uşağa onu çox istədiyimizi, qayğısını çəkdiyimizi desək, onun necə qəşəng, ağıllı və istedadlı olduğunu bildirsək, səhv edərkən öyrənirsən, nə olursa olsun, həmişə sənin yanında olacağıq deyə ürək-dirək verərsək, onda həmin uşağın potensialı sizi heyrətə gətirəcək. Hər birimizin daxilində hələ də o 3 yaşlı uşaq var və biz çox vaxt onu danlayırıq. Sonra da fikirləşirik ki, işlərimiz niyə yaxşı getmir? Sizi elə hey tənqid edən insanla dostluq etmək istəyərsinizmi? Yəqin uşaq olarkən sizinlə belə rəftar ediblər. Bu da çox mənfi bir haldır. Lakin bütün bunlar çoxdan olub. Əgər indi də özünüzlə bu cür davranırsınızsa, bu daha da üzücü haldır. Beləliklə, indi qarşınızda uşaqlıqda özünüz barədə eşitdiyiniz mənfi fikirlər var. Özünüzdə səhv olduğuna inandıqlarınızla bu fikirlər üst-üstə düşürmü? Yoxsa demək olar ki, eynidir? Yəqin ki, hə. Həyat ssenarimizi uşaq olanda eşitdiyimiz iradlara əsasən qururuq. Biz balaca, ağıllı uşaqlarıq və onların bizə dediklərinin həqiqət olduğunu düşünüb itaətlə qəbul edirik. Əlbəttə, valideynlərimizi günahlandırıb, özümüzü onların səhvinin qurbanı hesab etmək və həyatımızı bu cür yaşamaq çox asandır. Bu, xoşa gəlməz bir haldır və bizi problemlərimizdən azad etməyəcək. Ailənizi qınamaq. Günahlandırma problemlə baş-başa qalmağın ən yaxşı yollarından biridir. Başqasını qınamaqla öz enerjimizi itiririk. Anlamaq isə hadisələrə kənardan baxmağa və gələcəyimizə nəzarət etməyə imkan verir. Keçmişi dəyişmək mümkün deyil. Gələcəyimizi isə bugünkü fikirlərimiz formalaşdırır. Valideynlərimizin bilik və bacarıqları ilə əllərindən gələni etdiklərini başa düşməyiniz çox vacibdir. Biz başqalarını günahlandırmaqla məsuliyyətimizdən boyun qaçırırıq. Sizinlə pis davranan insanlarla da pis davranıblar. Onlar da özlərini sizin kimi köməksiz hiss ediblər.
Onlar sizə ancaq öyrəndiklərini öyrədə bilərlər. Valideynlərinizin uşaqlığı barədə, xüsusilə də 10 yaşına qədərki dövrləri haqqında nə bilirsiniz? Bunu öyrənmək hələ də mümkündürsə, onlardan bu haqqda soruşun. Əgər siz onların uşaqlığı haqqında öyrənə bilsəniz, sizə qarşı davranışlarının səbəbini anlayacaqsınız. Onları anlamaq sizə rahatlıq gətirəcək. Valideynlərinizin uşaqlığı haqqında bilmirsinizsə, onda onların bugünkü davranışlarına əsasən uşaqlıqlarını təsəvvür etməyə çalışın. Bu məlumatlar sizə azadlığınız üçün lazımdır. Onları azad etməyincə özünüz də azad ola bilməzsiniz. Onları bağışlamayınca özünüzü də bağışlamayacaqsınız. Əgər onlardan mükəmməllik tələb etsəniz, özünüzə qarşı da bu cür olacaqsınız və bu da sizi bədbəxt edəcək. Valideynlərinizi seçmək. Valideynlərimizi biz özümüz seçirik nəzəriyyəsi ilə tam razıyam. Bizim həyatda öyrəndiklərimiz onların zəiflikləri ilə tam uyğun gəlir. Əminəm ki, biz əbədiyyətə gedən uzun yolun yolçularıyıq. Bu dünyada mənəvi inkişafımız üçün lazım olan dərslər vardır və biz bu dərsləri öyrənmək üçün gəlmişik. Biz öz cinsimizi, rəngimizi, ölkəmizi, sonra da inanclarımıza uyğun valideynlərimizi seçirik. Bizim bu dünyaya səfərimiz məktəbə getməyə xatırladır. Əgər siz kosmetoloq olmaq istəyirsinizsə, kosmetologiya, mexanik olmaq istəyirsinizsə, mexanika, hüquqşünas olmaq istəyirsinizsə, hüquq fakültəsinə gedirsiniz. Seçdiyiniz valideynlər öyrənmək istədiyiniz sahənin ekspertləri olan ideal cütlüklərdir. Yaşlandıqca valideynlərimizi qınayaraq məni bu vəziyyətə sən salmısan deyirik. Lakin inanıram ki, onları biz özümüz seçmişik. Başqalarını dinləmək. Biz uşaq olanda böyük bacı qardaşlarımıza Allah kimi baxırdıq. Onların işləri yaxşı getməyəndə hirslərinizi bizim üstümüzə tökürdülər. Onlar yəqin ki, bu ifadələri işlədiblər. Sənin hərəkətlərini xəbər verəcəyəm. Sizi nədəsə günahlandıraraq. Sən uşaqsan, bu iş sənlik deyil. Bizimlə oynamağa ağlın çatmaz. Məktəbdəki müəllimlərin bizə çox böyük təsiri olur. 5-ci sinifdə oxuyanda müəllimim mənə rəqqas olmaq üçün həddən artıq hündür olduğumu dedi. Mən ona inanaraq rəqqas olmaq istəyimdən imtina etdim. Yenidən rəqsə qayıtmaq istəyəndə isə artıq çox yaşlı idim. Uşaqlıq dostlarımız həyat barədəki fikirlərini bizimlə bölüşürlər. Məktəbdə digər uşaqlar isə bizi acıqlandırıb ürəyimizə sağalmaz yara vura bilərlər. Mən uşaq olanda soyadım Lanni idi. Uşaqlar isə məni lunatik çağırırdılar. Qonşular da daim bizə təsir edirlər. Təkcə ona görə yox ki, onlar bizə nələrisə irad tutur. Həm də ona görə ki, valideynlərimiz həmişə bizə, bəs qonşular nə fikirləşər, deyirdilər. Siz uşaq vaxtı təsir edən digər nüfuzlu insanları da yadınıza salın. Biz bura keçmiş inanclarımızın sərhədini aşmaq üçün toplaşmışıq. Onların bizə nə deməyindən asılı olmayaraq, öz böyüklüyümüzü və ilahiliyimizi dərk etmək üçün buradayıq. Sizin də, mənim də qalib gəldiyimiz mənfi inanclarımız var. Həqiqət mənim dəyişməyən hissəmdir. Bu doğrudurmu? Bu sualın 2 cavabı var. Bəli və xeyr. Həqiqi olduğuna inandığınız şey düz, düzgün olmadığına inandığınız isə səhvdir. Sizin stəkana baxmağınızdan asılı olaraq o yarıya dək dolu və ya yarıya dək boş ola bilər. Həqiqətən də haqqında düşünə biləcəyimiz milyardlarla fikir var. Əksəriyyətimiz valideynlərimizin düşündüyü tərzdə düşünürük. Lakin biz bu cürdə davam etməməliyik. Biz yalnız eyni tərzdə düşünməliyik deyə bir qanun yoxdur. Mən nəyə inanıramsa, o mənim üçün gerçəkləşir. Siz nəyə inanırsınızsa, o da sizin üçün həqiqətə çevrilir. Düşüncələrimiz tamamilə fərqli ola bilər. Bizim həyatımız və təcrübələrimiz olduqca fərqlidir. Düşüncələrinizi nəzərdən keçirin. Biz nəyə inanırıqsa, o bizim üçün həqiqətə çevrilir. Siz gözlənilmədən maliyyə problemi ilə üzləşirsinizsə,
Çox güman ki, özünüzü pulla bağlı probleminizin olmasına, zənginliyə layiq olmadığınıza inandırırsınız. Yaxud yaxşı olan heç nəyin əbədi olmadığını düşünürsünüzsə, ola bilsin ki, həyatın sizinlə qərəzli davrandığına inanır və tez-tez mən sadəcə qalib gələ bilmirəm deyirsiniz. Əgər siz şəxsi münasibət qura bilmirsinizsə, yəqin ki, heç kəs məni sevmir. Mən sevilməyə layiq deyiləm deyə düşünürsünüz. Ola bilsin ki, siz də ananız kimi kiminsə üzərinizdə hökmranlıq etməsini istəmir, yaxud da belə fikirləşirsiniz. İnsanlar məni incidə bilərlər. Səhhətinizdə problem yarananda, xəstəlik bizim ailəmizdən əl çəkmir. Bütün bunlar havadandır. Mən əziyyət çəkmək üçün doğulmuşam. Yaxud uğursuzluqlar bir-birinin ardınca gəlir kimi fikirlərə qapılırsınız. Ola bilər ki, sizdə başqa bir inam da var. Bəlkə də sizin öz inamınızdan xəbəriniz yoxdur. Əksər insanlar belədir. Onlar yalnız üzdə olan vəziyyəti, şəraiti görürlər. Kimsə xarici aləmlə düşüncələriniz arasında əlaqənin olduğunu göstərməyənə qədər siz bu həyatın qurbanı olaraq qalırsınız. Problem, maliyyə çətinliyi, inam, mən varlı olmağa layiq deyiləm. Problem, dostların yoxluğu, inam, heç kəs məni sevmir. Problem, işdə problemlər, inam, mən kifayət qədər yaxşı işləmirəm. Problem, həmişə başqalarını razı salmaq istəyi, inam, mən heç vaxt istədiyim kimi hərəkət edə bilmirəm. İstənilən problem bizim fikirlərimizdən yaranır. Fikirlər isə dəyişdirilə bilər. Bizim var qüvvəmizlə mübarizə apardığımız bütün problemlər tamamilə real ola bilər. Mübarizə apardığımız problemlər nə qədər çətin olursa olsun, onlar bizim düşüncələrimizin təzahürüdür. Əgər problemlərinizin hansı fikirlərdən yarandığını bilmirsinizsə, onda siz bu kitabı əlinizə almaqla çox düzgün iş görmüş olarsınız. Çünki bu kitab sizə kömək etmək üçün yazılıb. Həyatınızdakı problemlərə nəzər salın və özünüzdən soruşun. Mənim hansı fikirlərim bu problemi yaradır? Sakitcə bu sualı özünüzə versəniz, ağlınız sizə cavab verəcək. Bu, sadəcə uşaqlıqda qəbul etdiyiniz bir inamdır. İnandığımız bəzi fikirlər müsbət və faydalıdır. Onlardan ömrümüz boyu faydalanırıq. Məsələn, yolu keçərkən hər iki tərəfə baxın fikri. Digər fikirlər insan həyatının ilk illərində faydalı olsa da, yaşa dolduqca onlar əhəmiyyətini itirir. Yad adamlara inanma, məsləhəti balaca uşaq üçün faydalı olsa da, böyük insanlarda tənhalığa gətirib çıxarır. Nəyə görə ara bir oturub öz-özümüzdən bu həqiqətdirmi deyə soruşuruq. Məsələn, mən nəyə görə bunu öyrənmək mənim üçün çətindir fikrinə inanıram? Daha yaxşı olar ki, biz özümüzə bu indi mənim üçün doğrudurmu? Bu inam haradan gəlir? Buna ibtidai sinif müəllimim mənə dönə-dönə dediyinə görəmi hələ də inanıram? Əgər bu inamdan imtina etsəm, daha yaxşı olarammı suallarını verək. Oğlanlar ağlamır və qızlar ağaca çıxmır kimi inamlar öz hisslərini gizlədən kişilər və fiziki cəhətdən zəif qadınlar yaradır. Əgər uşaq olarkən bizə dünyanın qorxulu olduğunu öyrədirlərsə, onda bu inamla bağlı eşitdiyimiz hər şeyi həqiqət kimi qəbul edirik. Eyni sözləri yad insanlara inanma, gecələr küçəyə çıxma, yaxud adamlar səni aldadır kimi fikirlərə də aid etmək olar. Lakin uşaqlıqda bizə dünyanın təhlükəsiz olduğunu öyrədirlərsə, onda bizim inamlarımız fərqli olur. Asanlıqla hər yerdə sevgi olduğuna, insanların mehribanlığına, istədiyimiz hər şeyə nail olduğumuza inanırıq. Əgər uşaqlıqda sizə tez-tez hamısı sənin günahındır deyilirsə, onda nə baş verirsə versin, siz özünüzü həmişə günahkar sayırsınız. Bu inamınız sizi həmişə üzr istəyirəm deyən birinə çevirəcək. Əgər siz uşaqlıqda məni heç kəs saymır ifadəsini işlətməyə vərdiş etmisinizsə, bu sizə harda olursunuzsa olun, sıranın axırında saxlayacaq. Mənim uşaqlıqda başıma gələn hadisə kimi. O zaman mənə bir tikə də olsun tort düşmədi. Bəzən insanlar sizə fikir vermədiyinə görə
Özünüzü gözə görünməz hiss edəcəksiniz. Uşaqlıq təcrübələriniz sizə heç kəs məni sevmir inamını aşılayıbsa, deməli siz tənhasınız. Hətta hər hansı dostluq və ya şəxsi münasibətiniz ancaq qısa müddətli olur. Əgər ailənizdə azdır fikrini çox eşitmisinizsə, sanki mətbəx bufetinizin boş, özünüzün isə borc içində olduğunuzu hiss edəcəksiniz. Xəstələrimdən biri hər şeyin pis olduğuna və getdikcə daha da pisləşəcəyinə inandığı bir ailədə böyümüşdü. Həyatda onun yeganə sevinç mənbəyi tennis oynamaq idi. Lakin sonra o dizini zədələmişdi. Mümkün olan hər şeyi edib, bütün həkimlərə müraciət etsə də dizi sağalmırdı. Vəziyyəti getdikcə lap pisləşmişdi. Sonra o ümumiyyətlə tennis oynaya bilmədi. Kilsə xətibinin oğlu kimi böyüyən digər şəxsə isə hər kəsi özündən üstün tutmağı öyrətmişdilər. Xətibin ailəsi həmişə axırda gəlirdi. Hazırda o öz müştərilərinə ən yaxşı işləri qurmaqda kömək edir. Özü isə cibxəzliyini belə zorla tapır. Onun inamı hələ də onu sıranın axırında saxlayır. İnandıqlarınız sizə həqiqət kimi görünür. Biz necə də tez-tez mən beləyəm, bu belədir deyirik. Bu xüsusi ifadələr doğrudan da bizim üçün nəyin doğru olduğuna inanmamızı göstərir. Bizim inandığımız şey adətən digərlərinin öz inamlarımız sırasına daxil etdiyimiz fikirləridir. Şübhəsiz ki, bizim digər inamlarımıza uyğun gəlir. Siz də səhər tezdən oyananda yağış yağdığını görüb, ay aman nə pis gündür deyənlərdənsinizmi? Bu pis gün deyil, sadəcə yağışlı gündür. Yağışlı havaya uyğun geyinsək və ona münasibətimizi dəyişsək, bu gündən xeyli zövq ala bilərik. Yağışlı günün pis olmasına inanırıqsa, belə hava həmişə ürəyimizi sıxacaq. Şəraitə uyğunlaşmaq əvəzinə havaya qarşı çıxacağıq. Əgər biz şən, uğurlu, sevgi dolu həyat istəyiriksə, o cürdə düşünməliyik. Göndərdiyimiz enerji istədiyimiz formada özümüzə geri qayıdacaq. Hər an yeni başlanğıcdır. Yenə də deyirəm, bu an biz güclüyük. Siz heç vaxt dayanmırsınız. Məhz bu an və burada sizin şuurunuzda dəyişikliklər baş verir. Negativ fikirlərimizin, xəstəliyin, yaxud pis şəxsi münasibətlərin, maliyyə problemlərinin, ümumiyyətlə, özünü nifrətin, hansı müddətdə mövcudluğundan asılı olmayaraq biz bugün dəyişməyə başlaya bilərik. Problemlərinizin sizin üçün reallıq olmasına ehtiyac yoxdur. O, artıq lazımsız başlanğıcına dönərək yoxa çıxa bilər. Siz bunu etməyə qadirsiniz. Yadda saxlayın. Beyninizlə yalnız özünüz düşünə bilərsiniz. Öz dünyanızda güc və hakimiyyət sahibi sizsiniz. Keçmiş düşüncələriniz və inamlarınız bu anı və bu ana qədərki bütün anları yaradıb. İndiki inam və fikirləriniz isə bundan sonraki dəqiqənizi, gününüzü, ayınızı və ilinizi yaradacaq. Bəli, mənim əzizim, mən uzun illərdə qazandığım təcrübəmə əsasən sizə məsləhət verə bilərəm. Amma siz yenə də düşünmək üçün köhnə fikirlərinizi seçə, dəyişməkdən imtina edə və köhnə problemlərlə baş-başa qala bilərsiniz. Siz öz dünyanızın hakimisiniz. Siz özünüz düşünəcəyiniz fikirləri seçirsiniz. Elə indicə yeni bir proses başlayır. Hər an yeni bir başlanğıcdır. Burada və indi bu an sizin üçün yeni bir başlanğıcdır. Bunu bilmək gözəldir. Elə deyilmi? Bu an gücün başlanğıc nöqtəsidir. Dəyişikliyin başlanğıcı məhz bu andır. Bu doğrudurmu? Bir dəqiqə dayanın və fikirlərinizə diqqət yetirin. Bu dəqiqə nə düşünürsünüz? Əgər fikirlərinizin həyatınızı formalaşdırdığı doğrudursa, hazırda üzərində düşündüyünüz fikrin sizin üçün gerçəkləşməsini istəyirsinizmi? Əgər bu fikirlər narahatlıq, qəzab, əzab, qisas və yaxud qorxu ilə bağlıdırsa, onların həyatınızda necə təzahür edəcəyini düşünürsünüzmü? Fikirlər çox sürətli olduğundan onları dərhal anlamaq həmişə asan olmur. Bununla belə, elə indicə dediklərimə diqqət yetirməyə və qulaq asmağa başlaya bilərik. Əgər hər hansı xoşa gəlməz söz söylədiyinizi eşidirsinizsə, elə cümlənin ortasında da dayanın. Ya cümləni dəyişin, ya da işlətməyin. Bu cümləyə
çıx dilimdən deyə müraciət edə bilərsiniz. Özünüzü dəbdəbəli bir otelin bufetində növbə gözləyərkən təsəvvür edin. Bu bufetdə yemək əvəzinə qablarda fikirlər var. Siz burada istədiyiniz fikirləri seçə bilərsiniz. Bu fikirlər sizin gələcək həyatınızı formalaşdıracaq. Belə olan halda sizin problemlər yaradacaq fikirlər seçməyiniz axmaqlıq olardı. Bu, eyni ilə xəstələnməyinizə səbəb olan yeməyi seçməyinizə bənzəyir. Yediyimiz yeməyin bizə pis təsir etdiyini biləndən sonra ondan uzaq dururuq. Fikirlər də belədir. Gəlin bizə problem yaradan və əzab verən fikirlərdən uzaq olaq. Gənc yaşlarımda müəllimim olmuş Raymond Charles Barker dönə-dönə deyərdi. Problem olanda nəsə etmək yox, nəyisə bilmək lazımdır. Bizim şuurumuz bizim gələcəyimizi yaradır. Həyatımızda arzu edilməz bir şey varsa, biz vəziyyəti dəyişmək üçün ağlımızdan istifadə etməliyik. Biz bu vəziyyəti elə bu an dəyişməyə başlaya bilərik. Sizin fikirləriniz necə işləyir? Mövzusunu məktəbdə keçirilən ilk dərslərdən olması mənim ən böyük arzularımdan biridir. Mən döyüş, savaş tarixlərini şagirdlərə əzbərlətməyin əhəmiyyətini heç vaxt başa düşə bilmirəm. Bu, beynimizin enerjisini boş-boşuna sərf etməkdir. Onun əvəzinə şagirdlərə şuur necə işləyir, maliyyə işlərini necə qaydaya salmaq olar, maliyyə təhlükəsizliyi üçün necə investisiya qoymaq olar, valideyn olmaq nə deməkdir, yaxşı şəxsi münasibətlər necə yaradılır, özünə necə hörmət etməli və öz dəyərini necə qorumalı kimi mövzularda dərslər keçə bilərik. Tədris proqramındakı digər fənlərlə yanaşı, qeyd etdiyimiz fənləri öyrənmiş yaşlı nəslin necə olacağını təsəvvür edin. Bu həqiqətlər onlara necə yaxşı təsir edə bilərdi? Biz xoşbəxt, təminatlı, pulundan ağılla istifadə edərək ölkə iqtisadiyyatını yaxşılaşdıran, hər kəslə gözəl münasibətlər qurmağı bacaran, valideynlik borclarını layiqincə yerinə yetirən, yeni, özünə inamlı, sakit bir nəsil tərbiyə edə biləcək insanlar görə bilərik. Bütün bunlarla yanaşı, hər kəs öz şəxsi yaradıcılığı olan şəxsiyyət kimi qala bilər. Gəlin vaxt itirmədən işimizə davam edək. Yaşadığım bu sonsuz həyatda hər şey əla, tamamlanmış və mükəmməldir. Mən daha köhnə məhdudiyyət və çatışmazlıqlara inanmaq istəmirəm. Mən artıq özümü, kainatın məni gördüyü kimi gözəl, tam, mükəmməl görməyi seçirəm. Mənim varlığımın həqiqiliyi ondadır ki, mən gözəl, tam və mükəmməl yaradılmışam. Mən həmişə bu cürdə olacağam. Artıq həyatımı bu inamla yaşamağı seçirəm. Mən doğru zamanda doğru yerdəyəm və düzgün işlər görürəm. Keçmişin mənim üzərimdə heç bir hakimiyyəti yoxdur. Çünki mən öyrənmək və dəyişmək istəyirəm. Mən keçmişə bugün burada olmağım üçün bir vasitə kimi baxıram. Mən bugün olduğum yerdə düşüncələrimi səliqəyə salmağa başlamaq istəyirəm. Haradan başlamağımın fərqi yoxdur. Odur ki, mən işi ən balaca və ən asan otaqdan başlayacaq və tezliklə nəticə əldə edəcəyəm. Macəra dolu bu yolun ortasında olmaq məni çox həyəcanlandırır. Çünki bu təcrübəni yenidən yaşamayacağımı bilirəm. Mən özümü azad etmək istəyirəm. Mənim dünyamda hər şey gözəldir.